Abituriyentlər, bu günlərim ağırlıq qüvvəsinin təsir altında hərəkətə aid nümunə sualların izahına baxacağıq. Başlayaq birinci sualımızdan. Şaquli aşağı atılmış M kütləli cismin hərəkəti üçün Newton ikinci qanun riyazi ifadəsi hansıdır? Hava müqavimət qüvvəsi nəzərə alır. Deməli, cismi aşağı atmışıqsa, bu cismi aşağı doğru aparır MC ağırlıq qüvvəsi və yuxarı doğru yönəlir havanın müqavimət qüvvəsi. Cisim aşağı hərəkət etdiyi üçün müqavimət qüvvəsi həmişə hərəkətin əksdir. Artıq cismə 2 dənə qüvvə təsir edir və əks istiqamətdə. Cisim aşağı hərəkət edildiyinə görə MC qüvvəmiz F müqavimətdən böyükdür. Ona görə də əvəzləyici qüvvəmiz MA bərabər olacaq MC çıxılsın F müqavimət. Doğru cavabımız D variantıdır. Növbəti sual. Zərbə düşən müxtəlif kütləli cisimlərdən hansı yerə daha gec çatar? Düşmə müddətimizin düsturu T bərabərdir kök altında 2H bölünsün J'dir. Yəni bizim düşmə müddətimiz kök altında H ilə düz mütənasibdir. Hündürlüyü çox olan daha gec düşəcək. Ən çox hündürlükdə olan cisimimiz 4 cismi olduğuna görə doğru cavabımız 4 olacaq. B variantı. Yəni kütlədən asıllığımız yoxdur, ona görə kütləni nəzərə almayacağıq. Növbəti sualımız. Sərbəst düşən cisim 8-ci saniyədə getdiyi yol 2-ci saniyədə getdiyi yoldan neçə dəfə çoxdur? N-ci saniyədə gedilən yolun düsturu Sn bərabərdir A bölünsün 2 vurulsun. N-ci saniyədə gedilən cismin yolun düsturu A bölünsün 2 vurulsun 2n-1'dir. A bölünsün 2 vurulsun 2n-1. Şimdi bizim A'mız J'ye bərabər olduğuna görə o düsturu J bölünsün 2 vurulsun 2n-1 şəkildə yazacağıq. Yəni S8 bölünsün S2'ni istəyir bizdən. Yazacağıq J bölü 2 vurulsun 2 vur 8 çıx 1. O da J bölünsün 2 vurulsun 2 vurulsun 2 çıxılsın 1. O da bərabərdir. Bu eləyir 15. Bu eləyir 5. Daha doğrusu 3. Doğru cavabımız olur 5. Doğru cavab D variantıdır. Növbəti sualımız, sərbəst düşən cismin yer dəyişməsi zamandan asılılıq qrafiki hansıdır? Sərbəst düşən cismin yer dəyişməsi H bərabərdir JT kvadratı bölünsün 2'dir. Gəlin A qələmlə yazaq. H bərabərdir JT kvadratı bölünsün 2 düsturu ilə hesablanır. Ona görə də H'ımız T ilə kvadratik düz asılıdır. Doğru cavabımız D variantıdır. Qrafik olaraq çəkəsi olsaq, H-ın T'dən asıllıq qrafiki olacaq parabola. Növbəti sualımız. Bir cismi sükunət halından üfüqi istiqamətdə hansı sabit təcili hərəkətə başlamalıdır ki, özündən 1,5 metr məsafədə N nöqtəsinə 20 metr yüksəkdə sərbəst düşən cisim ilə eyni vaxtda çatsın. Yəni burada demək istəyir ki, bizim cismimiz burada hansı müddətə düşürsə, birdən N nöqtəsinə də həmin müddətə gəlir. Ona görə də əvvəlcə mən düşmə müddətini təyin edəcəm. Düşmə müddətimiz T bərabərdir kök altında 2H bölünsün J'dir. O da bərabərdir kök altında 2 vurulsun 20 bölünsün 10 eləyir 4. Oradan da kök çıxır 2 saniyə. Deməli bizim cisimimiz S bərabərdir A T kvadratı bölünsün 2 düsturu ilə hesablanacaq. Çünki sükunət vəziyyətinə hərəkətə başlayıb. O da 2S bölünsün T kvadrat düsturu ilə hesablanır. 2 vurulsun 1,5 bölünsün 2'nin kvadratı. O da eləyəcək bizdən ötürü 0,75 metr bölünsün saniyə kvadratı. Doğru cavabımız B variantıdır. Növbəti sualımız. H və 9H hündürlüyündə sərbəst düşən 9M və M kütləli cisimlərin yer səthinə çatan andakı sürətlərinin nisbəti nəyə bərabərdir? Sərbəst düşən cismin sürəti kök altında 2JH düsturuna əsasən yalnız H-dan asılıdır, kütlədən asılı deyil. Ona görə də V2 bölünsün V1 bərabərdir kök altında H2 bölünsün H1. O da bərabərdir kök altında. Deməli H1'imiz H-dır, H2'miz 9H-dır. 9H bölünsün H, o da eləyəcək 3. Doğru cavab olur 3. Növbəti sualımız. Cisim 30 metr bölü saniyə başlanan sürətlə şaquli yuxarı atılmışdır. İlk 3 saniyə ərzində onun yer dəyişməsini hesablayın. Deməli şaquli yuxarı atılan cismin yer dəyişməsinin H bərabərdir V0T çıxılsın JT kvadratı bölünsün 2 düsturu ilə hesablandığını bilirik. Bərabərdir
30 vurulsun zamanımız 3'tür, çıxılsın 10 vurulsun 3'ün kvadratı bölünsün 2. O da eləyir bizdən ötürü 90 çıxılsın 45. Olacaq doğru cavabımız 45 metr. Doğru cavabımız 45 metrdir. Növbəti sual. Yer səthindən şaquli yuxarı atılmış cisim sürətin modul zamandan asılı qrafik verilmişdir. Sürət zaman qrafikində biz bilirdik ki, buradakı zamanımız bizdən ötürü t qalxmadır, buradakı zamanımız isə t uçuşdur. İndi bizə deyir ki, cisimin başlanan sürətini hesablayın. T qalxmanın düsturunu qeyd eləyərəm. T qalxmanın düsturu t qalxma bərabərdir, V0 bölünsün J'dir. Onda bizim V0'ımız J t qalxmaya bərabərdir. O da bərabərdir 10 vurulsun t qalxmamız 3'tür. Eləyəcək 30 metr bölünsün saniyə. Doğru cavabımız A variantıdır. Növbəti sual. Yer səthindən şaquli yuxarı atılmış cisim 8 saniyədən sonra yerə düşər. 8 saniyə yerə düşürsə, demək ki, bizim t uçuşumuz 8'dir. O isə bizdən ötürü 2 V0 bölünsün J'yə bərabərdir. Onda V0'ımız JT uçuş bölünsün 2 düsturu ilə hesablanır. 10 vurulsun 8 bölünsün 2 eləyər 40 metr bölünsün saniyə. Yəni başlanan sürəti tapın. Maksimal qalxma hündürlüyünü istəyir. H maksimalımız V0 kvadratı bölünsün 2J'dir. O da bərabərdir 1600 bölünsün 20. 1600 bölünsün 20 eləyir 80 metr. Burada bu düsturdan da istifadə edə bilərdik. H maksimal bərabərdir JT uçuşun kvadratı bölünsün 8 düsturundan da istifadə edə bilərdik. Mən də hesablama götürürəm. Çox vaxt istifadə eləməyək. Deməli, 37-ci sual. Yer səthindən şaquli yuxarı atılan cisimin qalxma müddəti 2 saniyə olmuşdur. T qalxmamız 2 saniyədir. O zaman V0 bölünsün J düsturuna əsasən başlanğıc sürətimiz 20 metr bölünsün saniyədir. Cisim birinci saniyə müddətinə hansı hündürlüyə qalxmışdır? H bərabərdir. V0t çıxılsın JT kvadratı bölünsün 2 hündürlüyünə. O da bərabərdir. 20 vurulsun 1 çıxılsın 10 vurulsun 1'in kvadratı bölünsün 2. Bu da 20 çıxılsın 5 eləyir 15 metr. Doğru cavabımız D variantıdır. Növbəti sualımız. Şaquli yuxarı atılmış cisimin hərəkət tənliyi şəklindədir. Maksimal qalxma hündürlüyün qalxma müddətini tapın. Deməli, şagirdlər, bizim hərəkət tənliyimizdə bu bizdən ötürü Y0'dır. Üstə gəlinsin V0t çıxılsın JT kvadratı bölünsün 2'dir. Yəni T'nin qarşısındakı V0'dır. Ona görə mən bilirəm ki, bizim V0'ımız neçədir? 40 metr bölünsün saniyədir. Onda T qalxmanı istəyir bizdən. T qalxma da V0 bölü J'dir. O da 40 bölünsün 10 eləyir 4 metr bölü saniyə. Növbəti sualımız. Şaquli yuxarı atılmış cisim H hündürlüyünə 3 saniyədən sonra çatmışdır. Bu nöqtədə cisimin sürəti 10 metr bölü saniyə olarsa, uçuş müddətini hesablayın. Deməli, cisimin şaquli yuxarı atılan cisimin sürətin düsturunu yazıram. O bizdən ötürü V0 çıxılsın JT'dir. Deməli, sürətimiz 10 olub. Bərabərdə V0'ı bilmirik və zamanımız 3 olub. Onda V0'ımız bərabər olur 10 üstə gəlsin 30 eləyir 40 metr bölünsün saniyə. Bizdən uçuş müddətini istəyir. T uçuşumuz da 2 V0 bölünsün J'dir. 2 vurulsun 40 bölünsün 10. O da eləyəcək 8 saniyə. Doğru cavabımız 8 saniyədir. Növbəti sualımız. Cisim V0 sürəti ilə başlanan sürətlə şaquli yuxarı atılmışdır. 7 saniyədə cisimin getdiyi yolu metrlə hesablayın. Deməli, mən buradan cisimin qalxma müddətini tapıram. Şagirdlər, qalxma müddətimiz 4 saniyədə. Hansı düstura əsasən V0 bölünsün J, yəni 40 bölünsün 10 eləyir 4 saniyə. Amma bizə zaman olaraq 7 saniyə verir. Demək ki, bu cisim 4 saniyə ərzində H maksimala qalxıb. Bizim bunda H maksimalımız olur V0 kvadrat bölünsün 2J. O da bərabərdir, eləyir 1600 bölünsün 20 eləyir 80 metr. 3 saniyə isə sərbəst düşün. 3 saniyə isə cisimin düşdüyü hündürlük JT kvadratı bölünsün 2 olur. Bu da 3 vurulsun 10, daha doğrusu 3'ün kvadratı vurulsun 10 bölünsün 2. Bu da eləyir bizdən ötürü 45 metr. Onda cisimin getdiyi yol 80 üstə gəlsin 45'dir, eləyər 125 metr. Doğru cavabımız 125 metrdir. Sonra 48-ci sual. Yer səthindən şaquli olaraq yuxarı atılmış uçuş müddəti 6 saniyə olmuşdur. Cisim həmin başlanan sürətlə müəyyən hündürlükdən şaquli aşağı atıldıqda
O 2 saniyə neçə metr yer dəyişmə edər? Deməli, əvvəlcə biz buradan ayıraq bunu. Əvvəlcə biz uçuş müddətini verib bizə 2 saniyə, 6 saniyə. Bu məndən ötürü V0 bölünsün, 2V0 bölünsün J'dir. Yəni buradan V0'ı taparıq. 10 vurulsun 6 bölünsün 2 eləyər. 30 metr bölünsün saniyə. İndi həmin sürətlə cismi aşağı atırıq. Onda H-ımız olur V0T üstə gəlir JT kvadratı bölünsün 2. Yəni 30 vur 2 üstə gəlirsin 10 vurulsun 2'nin kvadratı bölünsün 2. Bərabərdir. 60 üstə gəlinsin 20 eləyər 80 metr. Doğru cavabımız olar 80 metr. Növbəti sualımız bizə deyir ki, birinci kosmik sürətin yer səthinə olan hündürlükdən hansına tərəf vermişdir? A nöqtəsinə uyğun hündürlüyü təyin edin. Deməli, biz düsturu bu şəkildə yazacağıq. VH bərabərdir. V0 bölünsün kök altına 1 plus H böl R. Şimdi buradan kök altına 1 plus H böl R'imiz bərabərdir. V0 bölünsün VH. Yəni 8 bölünsün 4. V0'ımız budur, V'miz budur. O zaman 1 plus H böl R kök altında daha doğrusu bərabərdir 2. 1 plus H böl R bərabərdir 4'ə. H böl R bərabərdir 3'ə. H da bərabərdir 3R. Doğru cavabımız 3R D variantıdır. Növbəti sualımız. Süni pek yer ətrafında dairə orbiti boyunca hərəkət edir. Pek başqa orbitə keçdikdə mərkəzi qaçma təcili azalarsa, onun orbit üzrə sürəti və orbitinin radiusu necə dəyişər? Deməli, mərkəzi qaçma təcili azalar. Biz mərkəzi qaçma təcilinin düsturunu Jm bölünsün R kvadratı yaza bilərik. Çünki bu qravitasiya sahəsi intensivliyi ilə bərabər olacaq. İndi bizim mərkəzi qaçma təcili ilə orbitin radiusu necə asılı oldu? Tərs asılı oldu. Yəni, təcilimiz azalır. Təcilimiz azalırsa, onda orbitin məsafəsi neyiniyər? Artar. Orbitin radiusu artar deyəcək. İndi gəlirəm mən sürətimizə. Sürətimiz isə kosmik sürətdir. O da Jm bölünsün R-dir kök altında. İndi bizim məsafəmiz artıbsa, onda sürətimiz neyiniyər? Azalır. Ona görə də sürət azalar, məsafə artar olacaq. Doğru cavabımız E variantıdır. Növbəti sual. 200 metr hündürlükdən 30 metr böl saniyə başlanan sürəti ilə şaquli yuxarı atılmış cisim nə qədər vaxtdan sonra yerə düşər? Deməli, biz əvvəlcə burada şəkili qeyd eləməmiz lazımdır. Bizim cismimiz 200 metr hündürlükdən şaquli yuxarı atılıb. Bu cisim əvvəlcə qalxacaq yuxarı, sonra düşəcək həmən yerə və həmin V0 sürətindən aşağı atılmış olacaq. Belə. Yəni, bu cisim müəyyən qədər nə edəcək? H maksimala qalxacaq. Burada bunun H maksimalı var və o H maksimaldan əslində sərbəst düşəcək ta yerə qədər. Yəni 200 üstə gəlsə H maksimal məsafəsində cisim sərbəst düşəcək. Gəlin o cismin H maksimalını tapaq. H maksimalımız olur V0 kvadrat bölünsün 2J. O da bərabərdir. 30'un kvadratı bölünsün 20 eləyir 45 metr. Daha doğrusu 900, bəli, 45 metr. Onda bizim ümumi hündürlüyümüz oldu 200 üstə gəlsin 45. Yəni bu cisim 245 metr hündürlükdən geri nə edəcək? Sərbəst düşəcək. Bu məsafə oldu 245 metr. İndi cismin qalxma müddətinə baxıram. T qalxmamız bərabərdir V0 böl J'dir. Yəni bura sərf olunan zamandan gedir söhbət. O da 30 bölünsün 10 eləyir 3. İndi sərbəst düşən cismin düşmə müddəti isə olacaq kök altında 2H bölünsün J. O da bərabərdir kök altında 245 vurulsun 2 bölünsün 10. Bu eləyir 490, 49, oradan da kök çıxır 7 saniyə. Onda bizim sərf elədiyimiz zamanımız o T qalxma ilə T düşmənin cəmidir. Yəni 3 saniyə qalxmışdı, 7 saniyə düşmüşdü. Cavabımız olacaq 10 saniyə. Doğru cavabımız 10 saniyədir. Bu qədər şagirdlər, kanalımıza abunə olmağı unutmayın. Bu tip videoların gəlməyini istəyiriksə, şərh bölməsinə bunları qeyd edin ki, siz hansı mövzulara aid nümunə sualların izahını istəyirsiniz.
Təşəkkür edirəm.